Əski əlifbamız. E hərfi. E səslənən E hərfi. E hərfi 3 formada yazılır. E hərfinin yazılmadığı yerlər. Bir prinsip olaraq ümumiyyətlə ərəb və fars mənşəli sözlər imkan daxilində öz orijinal yazılış formasını itirməməlidir. Ehsan, Zeynəb. Məhz buna görə E hərfi bu sözlərin əvvəlində və ortasında yazılmır. Belə hallarda çaşqınlıq ehtimalı olarsa, E saitindən öncəki hərfin altında kəsrə hərəkəsindən istifadə etmək olar. Ehsan, Beytullah, Zeynəb. Hacı Zeynəlabidin Tağıyev. Azərbaycanlı məşhur dindar milyonçu. O, Azərbaycanda bir çox reformist xeyriyyəçi təşəbbüslərə imza atmışdır. Hacı Zeynəlabidin Tağıyev.